Uşaqlar salam. Bugünkü testimizin izahında sizə kimya test toplusundan alkinlər testinin izahını verəcəm. 80 dənə sual izah eləmişdim. 1-dən 80-ə. 81-də qalmışdıq. Başlayaq suallarımıza. Deməli, kalsium karbid. Bu reaksiya çox düşür, görürsünüz. Kalsium karbidin su ilə reaksiyasından kalsium OH2 üstə gəl C2H2 alınır. Yəni, maddəmiz asetilendir. Yəni, C2H2. Açıq şəkildə yazıram. Deyir üzərinə H xlor gəl 1-in 1-ə. Burada 3 qat rabitə var. 2 dənə pisi var da. 3 qatın bilirsiniz ki, həmişə 1 sigma var. Tək qatlar sigmadır. 2 qatın biri sigma, biri pi. 3 qatın da biri sigma, 2 pi. Burada 2 dənə pi var, amma mən 1 mol H xlor gəldiyim üçün pinin biri qırılacaq, biri qalacaq. 1 pi qırılanda 2 sigma. Hidrogen bir tərəfə gəldi, xlor da bir tərəfə. Deyir ki, alınan maddə üçün nə doğrudur? Etil xlorid deyil bu. Bu maddə, bax belədir. Bu maddə etilen xlorid ya da vinil xloriddir. Polimerləşmir, polimerləşir, polivinil xloridi verir. Polimerləşəndə bax belə olur. Polivinil xloridi yaradır. Yaxşımı? Sis trans izomeri var, xeyr. 2 qat ucdadır, olmaz. Molekulu xətti quruluşa sahibdir, xeyr. Xətti quruluşa sahib olmaq üçün gərək sp hibrid vəziyyətdə olasan. Buradakı karbonlar isə nədir? sp2. Aha. Yaxşı. O da müstəvi 3 buzaqdır da, bilirsiniz. Hidrogenləşir əlbəttə ki. Çünki buna baxın. Bax. Pi rabitəsi var. Əlbəttə pi rabitəsi var deyə hidrogenləşəcək. Ona görə 81-ci sualda cavab Y variantı. 82-də. Etilen. Etilen alkendir. CnH2 formuluna tabidir. Formulu C2H4'dür. Asetilen isə C2H2'dir. Alkinlərə aiddir. 3 qat rabitəsi var. Ümumi formulu eyni ola bilməz. Biri CnH2'dir, biri CnH2 çıx 2'dir. Hidrogen atomlarının sayı burada 4 dənədir, burada 2 dənədir. Bromlu suyu hər ikisi rəngsizləşdirir. Bəli, çünki ikisində də pi var. Amma bu bromlu suyu rəngsizləşdirərkən 1 mol bromdan, bu isə 2 mol bromdan getməlidir. Niyə? Çünki bunda 1 pi var, bunda 2 pi var. Birdən dərs müəllimə, bunun üstünə 1 mol brom gəlsək, rəngsizləşmə sayılmırmı? Əlbəttə ki, sayılmır. Çünki mən sizə dönə-dönə demişəm dərsdə, öyrətmişəm ki, bir üzvü maddənin bromlu suyu rəngsizləşdirməsi üçün pi rabitəsi tamamən məhv olmalıdır. Alkində isə 3 qat var. 3 qatda 2 pi var. Sən 1 mol brom gələndə pinin birini qırırsan, 2 mol gələndə pinin ikisini qırırsan. Və 1 molunu qıranda pinin biri qaldığı üçün o rəngsizləşmə sayılmır. Ona görə yalnız 3. Aydındır mı? Yox, fərqlənəni istəyir, üzr istəyirəm. Yəni, 3-cü ortaqdır. Yəni, hər ikisi bromlu suyu rəngsizləşdirdi. Amma bu fərqli cəhət istəyir. Ona görə D variantı 1-2. 83-cü sualda. Etilen asetilendən nə ilə fərqlənir? Yenə yazıram. Etilen budur. Asetilen də budur. Molekulunda sigma rabitə. Burada 5 dənədir. Biri karbon arasındadır. 4 dənə də hidrogenlə. Burada isə karbonla karbon arasında 1 sigma, 2 dənə də hidrogen. Burada 5 sigma, burada 3 sigma. Bir fərqlidir. Karbonun valentliyi. Karbon hər yerdə 4 valentlidir. Bir dənə CO-da 3 valentlidir də, bilirsiniz, dəm qazında. Bu fərqli deyil. Yanma məhsulları fərqli deyil. Çünki bütün üzvü maddələr yananda CO2 su verir. Ona görə 83-də yalnız 1-dir. Y variantı. 84-də propin. Propin yazılır CH, 3 qat, C, CH3. Görsən, üzərinə 2 mol brom gəlib. Artıq bu, bromlu suyu rəngsizləşdirmə tənliyidir. Yox, X maddəsi üçün deyir. Əvvəl hələ bir tənliyimi aparım, bizə dəqiqə. Bilirsiniz ki, 2 pi qırılacaq, çünki 2 mol brom gəlib. 2 pi qırılanda 4 dənə sigma yaranır. Bax, bromları birləşdirdim elə. H, H3, aha. Baba, alınan maddə. Alınan maddə artıq budur. X maddən budur. Bu bromlu suyu rəngsizləşdirir, səhvdir. Çünki pisi yoxdur. Sis trans izomeri var. Bunun sis trans izomeri yoxdur. Çünki sis trans izomeri alkenlərdə, sikloalkanlarda, alkadiyenlərdə var. Bu alkanın halogenli törəməsidir. Burada əlbəttə ki, yoxdur. Hidrogenləşir, xeyr. Burada pi rabitə yoxdur axı. 1-2 dibrom propen, xeyr. Bunu adlandıranda ən uzun zənciri seçdim. Halogen tərəfdən nömrələdim. 1-1, 2-2, tetra, brom, propan. Cavab Y variantı. Doğrudur. İndi digər sualımızda asetilenin yanması deyir. Artıq bilirsiniz ki, mən həmişə suallarda gəlir reaksiyadırsa, mütləq tənliyi yazıram. C2H2-ni yandırıram. Yəni reaksiya varsa mütləq reaksiyanı aparıram. Alır CO2 üstə gəl su. Əmsallaşdırdım. Aha. Nə görürəm burada?
Qrafikdən görürəm ki, asetilen 7 moldan 1-ə düşüb. Bu nə deməkdir? 7-dən 1-i çıxıram, yəni 6 mol sərf olunur, düzdür? Yəni ümumiyyətcə tənliyin üzərinə həmişə sərf olunanlar yazılır da. Bunu sizə belə öyrətmişəm ki, çünki əmsallar sərf olunanları göstərir. Bax, 2 mol asetilen 5 mol oksigenlə reaksiyaya girib. Yəni 2 mol asetilen 5 mol oksigen sərf olunur, görsən? Ona görə də tənliyin üzərinə ancaq sərf olunan yazıla bilər. 7 asetilen üçün başlanğıcdır. 1 artıqdır, 7-dən 1-i çıxanda 6 sərf olunandır. Mənə deyir 6 mol indi asetilen sərf olunanda A variantında yazıb 15 mol oksigen reaksiyaya girib. Gəl görək neçə mol oksigen reaksiyaya girib. 2 mola 5-dirsə 6 eləyəcək 15. Cavab variantı. Məsələn, 8 mol asetilen reaksiyaya girib səhvdir, çünki 6 mol girib. 5 mol su alınıb. Gəl gedək suyu tapaq. Y buraya 2. İndi bu tənlikdən Y neçə eləyir? 2-lər getdi 6. Görsən 5 yazıb. Səhvdir. Sonra CO2 istəyir Z buraya 4. Bu tənlikdən neçə eləyir bu? 12. 6 yazıb, səhv yazıb. 12 mol asetilen yox, 6 mol asetilen reaksiyaya girib. Cavab variantı oldu da bildiniz. 86-da karbonun üstünə su gələndə bilirsiniz ki, su qazının alınma tənliyidir. CO plus H2. Kalsium karbidin üstə su gələndə kalsium OH2 üstə gəl C2H2. C2H2-nin üstünə H2 gələndə bu civə 2 müsbət iştirakında gedir. Bilirsiniz ki, Kucherov reaksiyasında sirkə aldehidi alınır. Asetaldeid. İndi biz burada məhsulları seçməliyik. CO, C2H2. Bir də bu var. Y variantında veriblər hamısını. Nə deyir? Deməli, maddələrdə homoloji sırada karbon kütlə payı. Bizə dəqiqə, bir dəqiqə. Mən 87 üçün yazıram qaydanı. Da özünüz cavabı seçərsiniz. Fikriniz məndə olsun. Bax, Mr qeydinizi aparım. Mr artdıqca alkanlarda karbon kütlə payı artır. Hidrogen kütlə payına qayırır. Azalır. Alken, sikloalkan. Bunların indeksləri CnH2 həmişə stabildir deyə ona görə bu dəyişmir. Nə karbon, nə də hidrogen. Hər ikisi dəyişmir. Alkanı bilirsənsə, o biriləri bilirsən deməkdir. Alkin, aren, alkadiyen. Bunların üçündə karbonun kütlə payı azalır, hidrogen kütlə payı artır. Niyə deyirəm alkanı biləndə bunları bilirsiniz? Çünki bunlar alkanın tərsidir. Yaxşı. İndi buna görə özünüz seçə bilərsiniz də. Düzdür? Karbon kütlə payı. Daha özünüz cavabı seçin. Bunu yazında cavabı özünüz seçərsiniz. Bu sualdan qabaqda olanda izah eləməyəcəm də. Artıq qaydı bilin, özünüz yazın. Yaxşı, 88-89 eynidir. Mən belə deyim də, birini başa salım, o birisini siz yazacaqsınız. Deməli, bir fikir ver. Deyir, X maddəsinin molyar kütləsi açıq 4-dür. Bunun hidrogenləşmə məhsulunun molyar kütləsi. Yəni, bunun üstünə hidrogen gəlib. Mr aya çevrilib. Aya. Nə baş verib bundan buna keçəndə? 4 qram artıb, elə. Üstə 4 qram gəlməlisən. 4 qram nə deməkdir? 2 mol H2 deməkdir. 2 mol H2 deməkdir ki, deməli o maddədə 2 pirabitə var. Yaxşı. Açıq 2-nin üstünə gəlib nəsə, yəni hidrogen gəlib də, nəsə deyəndə orada hidrogen gəlmişəm deyir cədvəlin içərisində. Aya çevrilir. Deməli, bunun üstə 2 qram gəlməlisən. Bu da Mr'dir, bu da Mr'dir. Üstə 2 qram gələndə aya çevrilir. 2 qramda 1 mol H2 deməkdir. Burada deməli 1 pirabitə var. İndi bu açıq 6-dır. Bu da A-dır. Elə? Deməli, 6 qram hidrogen 3 mol H2 deməkdir. Deməli, burada 3 dənə pirabitə var. 3 pirabitə hansı maddədədir? Vinil asetilində. Çünki vinil asetilen bax belədir. Bu vinil asetilendir. 1 pirabitə də alkendədir. Divinildə də 2 dənədir. C variantıdır. (89-cu) sualı sərbəst yazarsınız. 90-da. 90-da nə deyir? 90-da divinili verib. Üzərinə brom gəlib. Tek kiçikdir 0 dərəcə. Deməli, alkadiyenlərin üzərinə
1 mol maddə gələndə sıfırdan kiçik olanda pinin biri qırılır, biri olduğu yerdə qalır. Amma T40-dan böyük olanda pinin ikisi də qırılır. Biri ortada yaranır, biri uclardan çıxır. İndi bu maddədə sağ-sol eynidir. Fərqi yoxdur. Hansı pin istəsən qıra bilərsən. Məsələn, birinciyi qırdım. 2 sigmanı çıxartdım, bromları birləşdirdim. Burada oldu belə. İndi bunun üzərinə kalium aşın spirtdə məhlulunu gəl. Belə bir şey öyrətmişdim sizə. Tərkibində bir halogen olan alkanın üzərinə əsasın spirtdə məhlulunu gələndə alken alınır. 2 halogenlilərdə onda da şərt var. Halogenlər ya yanaşı olmalıdır, ya da eyni karbona birləşməlidir. Onların üzərinə əsasın spirtdə məhlulunu gələndə alkin alınır. Burada alındı vinil asetilin. Yəni həmən hissədə alkin 3 qat yaratdım da, onu demək istəyirəm. Bütün karbonlar sp2-dir. Xeyr. Bunlar sp-dir. Ona görə olmaz. H-xlorla cavab B variantıdır. Niyə? Baxın. Mən bunun üstə H-xlor gələndə sual verirəm. 2 qat davamsızdır yoxsa 3 qat sual verirəm. 2 qat yoxsa 3 qat? Əlbəttə 3 qat davamsızdır. Ona görə 3 qatdakı pirabitənin biri qırılacaq. Çünki 1 mol H-xlor gəlibsən. Hidrogen çoxa, xlor da aza. Bu maddənin adı xlorprendir. Düz yerdə xlorpren aldıq. O bir adda ki, xlor butadiyen bir üçdür. 91-ci sual. 91-ci sualda deməli 1 mol miqdarında götürülmüş birləşmələrin qarşılıqlı təsirindən alınmış X, Y, Z və T maddələrin hansında pirabitə yoxdur? Pirabitə Y-lə T-də olmayacaq da, baxan kim bilinir. Denən niyə? Bax, S2H2 belədir, S2H4 belədir. Sual verirəm. Bax, sual verirəm. Bunun da üstə 1 mol maddə gəl. Məsələn, hidrogen, ya halogen, ya hidrogen, halogenit fərqi yoxdur. Bunun da üstə 1 mol maddə gəl. Hansında pirabitə qalmır? Əlbəttə deyəcəksə, ay müəllim, burada pirabitə qalmır. Niyə? Çünki onun bir dənə pirabitəsi var. Mən onun üstünə 1 mol maddə gəlib birləşdirsəm, həmən pi qırılır, maddələr həmən o gəldiklərim sigma rabitəyə birləşir. Pi məhv oldu. Amma bunun üstünə 1 mol maddə gələndə pinin biri qırılacaq, biri qalacaq. Çünki burada 2 pirabitə var. Ona görə Y-lə T-dir də. Cavab Y variantı. Aydın oldu mu? Yəni 2 saat dolar yazası deyilsən ki. O birisini 92 də sərbəst yazarsınız. 93-də. Nə deyir 93-də? Maddə X-dir. Molekulunda sp3 hibrid orbitalların sayı 8 dənədir. Baxın, siz bilirsiniz ki, əvvəla bir sp3-ün yaranmasında, bir sp3-ün yaranmasında 4 hibrid iştirak edir. Bəs 8 dənə hibrid nə deməkdir? Neçə sp3-dür? 2 sp3. Deməli, mənim maddəmdə 2 dənə sp3 karbon var. Əla. Deyir ki, o elə bir maddədir ki, argentum 2-onun amoniakda məhlulundan reaksiyaya girir. Tamam. Burada bu bizə ağlımıza gümüş güzgü reaksiyası gəlir. Biz bunu aldehidlərdə keçmişik. Biz burada fikirləşirik ki, bu butanal olsun. Butanal aldehiddir də. Həqiqətən də argentum 2-10 amoniakda məhlulundan gedir. Amma bu karbon sp2-dir. Burada 3 dənə karbon sp3-dür. Bu mənə sərf eləmir. Çünki mənə lazımdır 2 dənə sp3 olan. Amma bir şey var. İndi birdən də buna baxanda yadınıza nə düşəcək? Yadınıza düşməlidir ki, deməlisiniz ki, ay müəllim, siz bizə keçmişsiniz ki, alkinlərdə o alkinlər əvəz etmə reaksiyasına girir ki, natriumla, kuprum xlorla, argentum 2-10 amoniakda məhlulunla alkinlər materialında bizim balaca bir əvəz etmə reaksiyası dərsimiz var. Bunu yaxşı başa düşmək istəyirsənsə, alkinlər dərsini aç, orada dərsin adı əvəz etmə reaksiyasıdır. O bax balaca dərsdir. Nə bilim 5-10 sətr. Onu bir dənə oxu, görəcəksən yazmışam. O alkinlər əvəz etməyə girir ki, 3 qat rabitən birləşdiyi karbon yanında hidrogen olsun. Deməli mən 3 qatdan alkindən yapışmalıyam. O da B-lə D-də var. İndi görək, butin 1-dir cavab, yoxsa butin 2-dir cavab. Bax belə. Deməli, bu olmayacaq. Niyə? Çünki bu alkin əvəz etməyə girməz. Çünki 3 qatın birləşdiyi karbon yanında hidrogen yoxdur. Amma bu girəcək, plus da baba, 2 dənə də karbonu sp3-dür. Yəni 8 dənə sp3 hibridi var, düzdür. Sonra birisinə keçirəm. Alkinim, alkin CNH-gen çıx 2-dir, bilirsiniz. Karbon sigmasına N verir. Uşaqlar, mən bu tip suallarda həmişə nətər eləyirəm. Yəni bu deyir ki, alkində CC sigma rabitənin sayı N-dir. Mən deyirəm ki, bu onun verdiyi də kənara qoydum. Özüm düşünürəm. Alkinlər bilirsiniz ki, alifatikdir. Alifatiklərdə CC arası sigma karbon sayından bir əksik olur. Elə karbonun sayından bir əksiltdim. İndi əgər CC sigma N-dirsə, onda deyə bilərəmmi karbon sayı N plus 1-dir? Yəni bir artıq olur da bu. Onda hidrogeni necə tapacağım? Burada hidrogeni necə tapıblar? Karbon sayını 2-yə vurub 2 çıx.
İndi bunu 2-yə vur, 2 çıx. Bu da eləyir 2N. Əla. Rabitənin ümumi sayını tapmaq çox rahatdır. Nətər? Bilirsiniz ki, pi rabitə nağdı 2 dənədir. Çünki 3 qatı var axı. Və sigma rabitə nətərdir? Bir kəlmə öyrətmişəm. Sigma rabitə, alfatiklərdə sigma rabitə ümumi atomun sayından 1 əksikdir. Burada ümumi atom 3n plus 1-dir, 1 əksik 3n-dir. O da eləyir 3n plus 2. 94-də B variantıdır. Aydın oldu mu? Keçirəm 95-ci suala. 95-ci sualda deməli bizim alkinimiz yananda, alkinimiz yanıb, suyun qarşısına n çıx 2 mol düşüb. Laf yaxşı. Suyun qabağına n çıx 2 düşübsə, onda bunun hidrogeni neçə dənə imiş? 2n çıx 4 dənə. Niyə? Burada nə qədər hidrogen var? Deməli, burada alkində 2n çıx 4 dənə hidrogen var imiş ki, suyun qabağına n çıx 2 düşüb. Əla, laf gözəl. İndi karbonu tap onda. Sual verirəm, bax karbonu tap. Bax bizdə belədir də, qulaq asın. Alkinlər necə yazılır? CN çıx 2. Burada hidrogeni necə tapırsan? Karbon sayını 2-yə vurub 2 çıxıbsan. İndi hidrogendən karbona necə keçərsən? Üstünə 2 gəl, 2-yə böl. Tərsini eləyirəm də. Bax, hidrogeni tapmaq üçün karbon sayını 2-yə vurub 2 çıxmadın. İndi hidrogendən karbona keçmək üçün də əksini eləyəcəm. Üstə 2 gəlib 2-yə böləcəm. İndi bunun üstə 2 gəl, 2-yə böl. Deməli, n çıx 1-dir də. Hibridini istəmir indi. Başlayaq. Alkinlərdə nağdı 2 dənə karbon sp-dir. Buradan neçə karbon var? N çıx 1. N çıx 1-in 2 dənəsi sp-dirsə yerdə nə qaldı? N çıx 3 dənə. Nə var? sp3 var. 1 sp-də 2 hibrid var. 2-2-yə vurdum 4. 1 sp3-də 4 hibrid var. Bu da eləyir 4N çıx 12. Bunların da cəmlisi eləyir. 4N çıx 8 hibrid var. C variantı. Sonra 96-da. 96-da indi bax, alkin yanıb, n mol su alınıb deyir. N mol su alınıbsa burada neçə dənə hidrogen var? 2n dənə. Onda karbon tap görüm. Bax, yenə deyirəm, alkinin formulu belədir. Hidrogen sayını necə tapırlar? Karbon sayını 2-yə vurub 2 çıxıb. İndi əksini ilə sən nətər eləyərsən? Karbon sayını necə taparsan? Üstünə 2 gəl, bunun 2-yə böl. İndi bunun üstünə 2 gəl, 2-yə böl. Deməli, bu n plus 1 imiş. Əla. Atomların ümumi sayı deyir 3n plus 1. A variantı. 97-də. Deməli, bizə C2H-N verib. C2H-N. Bu birləşmənin 13 qramında 12 qram karbon var. Bu bir dəqiqə hər kəsin fikri məndə olsun. Bax, bu birləşmənin 13 qramında 12 qram karbon. Karbona doğru sxem qururam. Sizə 5 ardıcıl qaydada demişdim ki, birincidə reaksiya tənliyi yazılır. Və yaxud da tənlik olmasın, sxem qurulur. Karbon istəyirdi, çıxartdım, əmsallaşdırdım. 13 qram bunu verib, 12 qram bunu verib. Karbon 12-dir, 2-yə vuranda 24 bu eləyir. 24 üstə gəl, n də bu eləyir. 2, 26 bərabərdir, 24 üstə gəl, n də eləyir 2. Deməli, bu maddə C2H2 imiş. 1 molu yananda C2H2-nin 1 molu yananda suyun qabağına nə düşür? 1 mol düşür də. A düz. Su ilə, bəli, bu su ilə girəndə Kucherov reaksiyasıdır. Sirkaldehidi verir, asetaldehid düzdür. Alkindir, düzdür. 2 pisi var, düzdür. Bu maddə alkindir, alkin. Alken yox. Y variantı səhvdir. 98. Deməli, 98-i sərbəst yazında eynisidir. Deməli, karbohidrogendir. Yazıram C2H2. Bilirsiniz də, karbohidrogen deyəndə belə yazın demişəm. İndi 0,2 mol. Karbohidrogenin 0,2 mol yananda 0,6 mol CO2 alınıb. Yaxşı, 0,6 mol CO2 alınıbsa, deməli X 3-dür. X 3-dür, nə aldı? Və mənə deyir ki, bu maddənin 0,2 molu 0,4 mol buron birləşdirir. Onda 1 mol neçə mol birləşdirir? 2 mol buron. 2 mol buron birləşdirirsə, deməli 2 pisi var. 2 pisi olan da alkinlərdir. O da C3H4 olacaq da. A variantı, B variantı, C variantı. Üçündə də 3 karbon var. Amma 2 pisi olan C3H4'dür. Cavab B. 100-cü suala keçirəm. 100-cü sualda nə deyir? 100-cü sualda baxın. Birinci tənlik propindir, belə yazılır. Üzərinə su gələndə demişdim. Yeganə alkindir ki, asetilen su ilə girəndə aldehid verir. Yerdə qalan alkinlər nə verir? Keton verir. Buyurun. Bu birləşmə reaksiyasıdır. İkincidə. Propin üzərinə brom gəlib. 1 mol gəlib. Problem deyil. Pinin biri qırılacaq.
Pinin birini qırdım, 2 sigma, bromlar birləşdi. Bu da birləşmə reaksiyası. Propin. Bilirsiniz ki, burada 3 qat rabitənin birləşdiyi karbon yanında hidrogen var deyə bu əvəz etməyə girir. Natrium 3 qatın yanındakı hidrogeni əvəz eləyəcək. Gördünüz mü? Üstə gəldi H2. Deməli, birinci ilə ikinci birləşmədi, üçüncü əvəz etmədi. Doğru cavab 1-3-dür də. Y variantı. Digərlərini özünüz yazında, yəni keçdiyim tənliklərdə 101. 102-yə baxıram. 102-ci sual. Bayaqki cədvəllərdəndir. Alkin deyir. Bax, alkin bilirik ki, CNH2 çıx 2 yazılır. Bu CC sigmadan danışır. Bilirik ki, alkin alfatikdir. CC sigma karbon sayına bir əksik olur. Bu bizim özümüzün bildiyimizdir. Özümüzün. İndi bu deyir ki, CC sigma N'dir. Elə bil belə başa salım da, bax. CC sigması N çıx 1 olanda alkinin formulu belə deyilmi? Hə? İndi CC sigması N olanda alkinin formulunu tapmalısan da. Çıxart indi. Alkinin formulunu çıxart. Sualın mənası budur da. Bu qeyri-adi bir şey deyil ki. İndi CC sigması N olanda alkin formulu necə olmalıdır? Deməli, karbon sayı N+1 olmalıdır. Çünki CC sigma karbon sayından bir əksikdir. Onda karbon sayı 1 artıq olmalıdır, N+1. Hidrogen necə tapacağım? 2'ye vur 2 çıx. Bölür 2'yə. İndi bunu aldığın alkini yandır. Oksigen əmsalını istəyir. Problem deyil. Burada N+1 mol CO2 alınacaq. M mol da su alınacaq. Çünki bunlara görə bunların əmsallarını qurdum. Deməli, bu eləyir 3N üstə gəl 2/2. Düzdür mü? A variantı. 102'də A. 103'də. Bax, yenə deyirəm, alkin belə yazılır. CC sigması N-1 olur. İndi CC sigması N+1'dirsə, deməli karbon sayı N+2 imiş. Çünki karbon sayından bir əksikdir axı CC sigma. Onda hidrogeni necə tapırıq? 2'ye vur 2 çıx. Buradan görürəm də. 2'ye vurub 2 çıxanda N+2 qalır. Elə? İndi bunun hibridi. Bilirsən ki, alkində 2 dənə sp var, nağdır. N+2'nin 2'si sp2-dirsə, N dənə də sp3 var. 1 sp-də 2 hibrid var, ikisində 4. 1 sp3'də 4 dənədir, bu da eləyir 4N, 4N+4 C variantı. 104-cü sualda. 3 metil buten 1. Bilirsiniz ki, addan quruluşa keçəndə həmişə sondan başlayıram. Buten deyir. Bir dəqiqə, zaryatka azdır. Aha, davam eləyək. 3 metil buten 1. Buten 1. 2 qatı qoydum birinciyə. 3 metil. Bunu yazdım. İndi bunun üstünə əvvəlcə brom gəldim. Bilirsiniz ki, burada pi qırılır. Bromlar birləşir. Sonra bunun üzərinə əsasın spirtdə məhlulunu. Burada 3 qat yaranacaq. Niyə? Çünki 2 halogeninin üzərinə əsasın spirtdə məhlulunu gələndə nə alınırdı? Alkin. Kalium, brom, bir də su çıxır da təbii ki. İndi bu maddənin adı ən uzun zəncir seçildi. 3 qat tərəfdən nömrələndi. 3 metil butin 1. Y variantıdır. Sonra 105'də. Etilen, asetilen. Etilen yazılır S2H4. Asetilen yazılır S2H2. Mənə deyir, bərabər mol sayda götürülüb. Və ikisini bir yerdə 44.8 verib. Onda hərəsi 22.4'dür də. Düzmü deyirəm? Əlbəttə ki. Nə qarım demir, bərabər. 44.8 litr neçə moldur? 2 mol elə. Bu demir, bərabər molda götürülüb. Deməli, hərəsi 1 moldur da. İkisi bir yerdə 2 moldur, ikisi bir yerdə 44.8. Ən çox, bu özünə ən çox 1 mol brom birləşdirir. Bu isə 2 mol. Niyə? P'sinin sayına görə. Onda cəmi 3 mol C variantı. 106. Etilen CH2 2 qat CH2. Asetilen CH 3 qat CH. Ümumi olan nədir? Bəli, hər ikisinin P'si var, bromlu su rəngsləşdirir. Karbon atomunun valenti hər ikisində 4'dür əlbəttə. Hidratlaşanda, bu hidratlaşanda aldehid verir, bu hidratlaşanda spirt verir. Ona görə ümumi olan 1-2'dir. Yəni A variantıdır. 107'də hansı sırada homologlar verilmişdir? Homolog nədir? Eyni sinifin üzvü. Bax, metil, asetilen, buten. Bunların biri alkindir, biri alken. Bu olmaz. B də olmaz. C də olmaz. D-dır da cavab. Y-də biri alkindir, biri alken. Amma D variantındakı maddənin ikisi də alkinlərə aiddir. Bir sinifin üzvüdür da homologlar. 108'də
Hansı birləşmə heksin biri nizameri deyil? İzomer nədir? Emerləri eyni, quruluşları fərqli olan maddələrdir də, düzdürmü? Heksin biri nizameri olanmaz, Y variantı olanmaz. Niyə? Çünki alkinin izomeri ya özüdür, ya da alkadiyendir. Çünki alkinlər alkadiyenlərlə izomerdir. Bir də özlərinin sinif daxili izomeri var. Y variantı alkendir. Alken, bax, məsələn, heksin necə yazılır? Yığcamı. Hə? C6H10 heksin. Aha. Amma Y variantındakı maddə nədir bilirsizmi? C6H12. Yığ, C6H12-də o. Görürsəm, uyğun gəlmir, axı emerit eyni çıxmır. Sonra 109-da. 109-da birinci reaksiya Zelinski reaksiyasıdır. C6H6 alınır. Asetilen trimerləşmə tənliyidir. İkincidə oksalat turşusu alınır. Oksalat turşusu. Kalium OH. Bir də mangan O2 alınırdı. Üçüncü tənlikdə burada diqqətli olun. Suda, əsasın ayağında su sözü var. Suda olanda bilirsiniz ki, neçə halogen varsa yığışdırırsınız, yerinə OH yazırsınız. Üstəgəl natrix olur. Verir. Hansı maddələr suda həll olmur? İndi alınanlardan hansılar suda həll olmur? Əlbəttə ki, bu. Benzol. Oksalat turşusu ağ rəhlidir, bərkdir, kristallikdir, suda gözəl həll olur. Bu da etandiol 1,2-dir. O bir adı etilen glikoldur. O da suda yaxşı həll olur. Zəhərlidir, amma suda yaxşı həll olur. Həll olmayan C6H6-dır. O benzoldur. Benzol yağlı təhər mayedir, keçəcək arenlərdə. 110-da. İndi bu maddeyi açıb da hidrogeni saya bilərsən, amma mən tərəfdarı döyəm, imtihanda vaxt etkisidir. Heksin deyir də, bilirsən ki, bu alkendir. Alkenlər də yazılır, CNH çıx ki, elə. İndi orada neçə karbon var, say görüm. Heksində 6, trimetil. Metildə 1 dənədir, metildə 1 dənədir, trimetildə 3 dənədir. Düzmü dedim? Bax, heksin 6 karbondur, trimetil 3, bu elədir 9. C9H nədir? 16. 16 dənədir də. İstəyirsən maddeyi aç say. O, yəni biraz uzun gedir də, vaxt etkisidir. O bir suala keçirəm. Alkin, CNH çıx ki yazılır. Bromlu su rəngsizləşdirmək tam bromla reaksiya geçsindir. 2 pisi var deyə 2 mol birləşdirəcək onda. Aha, 1,7 qram budur. 14 çıx ki budur. Deyir 200 qram 4%li brom. 200-ün 4%-ni tap görüm, eləyir 8. Bu da ki 1 brom 80-dir, 4 vur 80 eləyir. Deməli 68 bərabərdir 14 çıx ki. Çünki bununla bunu aparanda burada 20 qaldı. N eləyir 5-ə. C5, H8 D variantı. 112-də. Etilen C2 bax. Etilen C2H4-dür. Asetilen C2H2-dir. Bunun deyir tam doymuş hala gətirmək üçün sərf olunan hidrogenini verir. Bu 1 mol lazımdır. Buna 2 mol. Pisinə görədir də bu. Alkana çevirirəm də tam doymuş hal. İndi mənə deyir bunun ikisi bir yerdə 9 litrdir. Bunun ikisi bir yerdə 12 litrdir. Mən nə bilim bunların hərəsinə nə qədərdir. Belə olanda sizə sistem tənlik qurun demişəm. Sistem tənliyi əmsalların nisbətindən işləyin. Birinci cərgəyi x ilə, ikinci cərgəni isə y ilə. X plus y 9 verib, x plus 2y də 12 verib. Tərəf-tərəfə sistem tənlikdə y buradan 3 eləyir, x eləyir 6. Neçə litr etilen? Etilen x-lə işarəliyibsən, cavabı 6, Y variantı. Aydındır da. 112-də Y. Keçirəm 113-ə. Asetilen yazılır C2H2. Bunun üzərinə su gələndə bilirsiniz ki, Kucherov reaksiyasıdır. Civə 2 müsbət iştirakında gedir. Sirkaldehidə alınır. Birləşmə reaksiyası əmsala ehtiyac yoxdur. 22.4-ü yazdım. Litrin altına əmsal 22.4 yazılır. Mən çıxım məsələlərində faizi görməzdən gəlirəm həmişə. Elə bil faizi qoy kənara, qalsın. Neçə qram sirkaldeydi deyir, tapıram. Bildiyimdən bunu tapıram. Aldım 44. Və çıxım məsələlərində öyrətmişəm ki, əgər məhsulu tapıbsızsa, aldığınız ədədi, yəni 5 ardıcıl qaydanın ədədi tapmadınızmı? Onda onu verilən faizə vur, 100-ə böl. Yox, əgər reaksiya girəni, bax, burayı tapmış olsaydım, onda aldığım ədədi 100-ə vurub verilən faizə bölərdim. Yaxşı mı? Bu da eləyir nə? 22 A variantı. 113-də A. 114-də. 114-cü, 115-ci suallar. Deməli, bunlar şifahi suallardır. Burada propindir. Propinin üçün nə doğrudur?
Siklopropan izomeridir? Xeyr, alkin alkadenlə izomeridir. Bunun üzərinə 1 mol xlor gələndə məlum məsələdir ki, pinin biri qırılır, amma biri qalır. Buraya xlorlar birləşir. 1,2 dixlorpropendir. Cis trans izomer? Xeyr, alkinlərdə cis trans izomerlik yoxdur. Ona görə də cavab yalnız 2C variantıdır. Asetilen də belə yazılır, bilirsiniz. 1, 2, 3. 2 dənəsi hidrogəndə, biri də ortada. 3 sigma, 2 pisi var. Çünki açıq yazsaq sigmaları rahatlıqla tanıya bilərsiniz də. A variantı səhvdir də. 1 mol xlorla, yəni bunun üzərinə 1 mol xlor gələndə, əlbəttə ki, pinin biri qırılır. Xlorlar birləşəndə 1,2 dixlor propendir. Üzr istəyirəm. 1, 2. 1,2 dixlor eten. Etan yox, səhvdir o. 2 səhv, 1 səhv, 2 səhv. Birləşmə reaksiyasına girir, bəli, çünki doymamışdı. Doğru deyil istəyirdi də, D variantı 1, 2. Aha, nə deyir o birisində? Alkindir, CnH2 Üzərinə brom gələndə bilirsiniz ki, alkinlər 2 mol bromdan gedə bilir. CnH2 brom 4 alınır. 1 qram 14 N-2 budur. Bu 8-dir, bu da 4 vur 80-dir. Deməli 40 bərabərdir 14 N-2, N eləyir 3. N3-dürsə, deməli bu 3 dənə karbon olan propindir. Burada da 1 dənə karbon sp3-dür. O da 4 dənə hibrid daşıyır. D variantı. Yox, üzr istəyirəm. O deyir ki, neçə karbon atom sp3-dür? Hə, 1 dənə. Əgər desəydi sp3 hibrid orbitalın sayı o 4 dənə olardı. Çünki bir sp3-də 4 hibrid var. Hə, neçə karbon sp3-dür? Lap rahat, bircə dənə. Deməli, burada deyir ki, X elə bir maddədir ki, su ilə girib, asetaldehid verib. Bax, nəyin üstünə H2 gələndə elə ən gözəli ortadakıdır. Ən rahatı ortadakından tutun, bax, ən rahat odur. Amma birinci tənlikdən də tanıya bilərsiniz də, o Kucherovdur. Hə, ən rahat amma ortadakıdır ki, nəyin üstə 1 mol H2 gələndə etilen C2H4-dür də. Nəyin üstə 1 mol H2 gələndə etilen alınır? Əlbəttə bu C2H2-ymiş də. Etin, yəni asetilen C variantı. 18-i də özünüz yazın. 19-da hansı radikalların birləşməsindən əmələ gələn maddənin 1 molu 3 mol hidrogen birləşir? 3 mol H2 birləşdirirsə, deməli onun 3 dənə pisi var. Hasıları bir-birinə calayanda, lor dilindən deyirəm də, bir-birinə qoşanda 3 pi var. B ilə C-yə bax. 2-dir də, B variantı. 120-də. 120-də deyir ki, 120-də. Alkin bilirsiniz ki, belə yazılır. Elə. İndi deyir, hidrogenin sayı 2n-4 olsun. Onda karbon sayını deyin görün mənə. Bax, burada karbon sayını necə taparsan? Karbon sayını. Hidrogenin üstünə 2 gəl, 2-yə böl. İndi bunun üstünə 2 gəl, 2-yə böl. Onda bu n-1 eləyir. Deməli, formul CN-1, H 2n-4 elə. Atomların ümumi sayı neçə eləyir? 3n-5, D variantı. 121-ci sualda. Sərbəst yazında, yəni bu da ondandır. Burada da sigma rabitəni istəyəcək. Həmən formuldur, prosta sigmanı. Elə bil ki, budur da. Formulu aldım. Sigma rabitə alfatiklərdə ümumi atomun sayından bir vahid əysikdir. Burada ümumi 3n-5-dən atom var. 1 əksik 3n-6 olacaq. 122-də. Eyni şəraitdə sıxlıqları alkinlərin homoloji sırasının birinci nümayəndəsi. Alkinlərin ilk nümayəndəsi asetilendir. Onun da emeri 26-dır da. Deyir ki, sıxlıqları alkinlərin homoloji sırasının birinci nümayəndəsinin sıxlığından böyük. Yəni bu deməkdir ki, 26-dan böyük. İkinci nümayəndəsi C3H4. Bu da nə qədər eləyir? 12 sövranda 36, 40. İkinci nümayəndəsindən də kiçik. Yəni, sən elə bir cavab seç ki, 26 ilə 40-ın arasında olan ədəd olsun da, 26-dan böyük, 40-dan kiçik. Hasıd olar? A variantıdır da. N2 ilə O2. Niyə? Çünki bu 28-dir, bu da 32-dir. Hər ikisi 26-dan böyükdür, amma 40-dan da kiçikdir. Aydın oldu mu? A variantı. 123-də. Deyir ki, 123-də nə deyir? 23-ü izah eləyirəm, 24-də özünüz yazacaqsınız. Ortadakı maddə asetilendir. Bunun üzərinə 1 mol natrium gəlibsə, 1 mol. Onda hidrogen bir əvəz olunacaq. Belə, üstə gəldi H2. Bu əvəz etmədi. Amma bunun üstünə 1 mol brom gələndə artıq bilirsən ki, burada belə olur. Bir mol brom gəlib. Aha. İndi birinci, ikinci istiqamətdə alınan üzvü birləşmələrdə nə dəyişir? Dəyişən nədir? Dəyişən
Karbon kütlə payı. Bax, bir bu maddəyə bax. Bir bu maddəyə bax, bir də bu maddəyə. Bax, karbon hər ikisində 2 dənədir. Hər ikisində karbon 24 qramdır, razıyam. Amma bir şey var da, məntiqlə düşün. Kütlə faizi eyni olmaz. Hər ikisində 24 qram karbon var, amma kütlə payı eyni olmaz. Başa düşdünüzmü? Dəyişən ona görə C variantıdır, karbon kütlə payı. 24'ü özünüz yazın, 25'e keçirəm. 25. Deməli, C4H6-nın sinif daxili. Alkinin sinif daxili izomerlikləri, yəni özüdür də. Yəni başqa alkinlər. 3, 5. Siniflər arası isə alkadiyendir. 1, 2, 1, 2. 3, 5, 1, 2. B variantıdır. Asetilin C2H2-dir də. Üzərinə 2 mol xlor gələndə pilər təmiz qırılır, 4 sigma çıxır və xlorlar birləşdi. 2,24 litr asetilin. Bu da əmsal verilmiş, onda 4 yazdım. Tələb olunan xlor. Görək neçə mol xlor tələb eləyibsən? 0,2 mol. İndi bu xloru əldə etmək üçün neçə qram xörək duzunu elektroz eləyirsən? Bunu elektroz eləyəndə nə alınır? Natrium üstəgəl xlor. Əmsallaşdırdım. Xloru alıbsan 0,2 mol. Molun altı əmsal. Neçə qram? X, bu da 2 vur 58, onda 5. Bu da nə qədər eləyir? Bunu vuranda 23, onda 4. B variantı. Bu sualdan o biri testdə də var idi. Bax, bundan əvvəlki alkinlərdə də var idi. Bax, X alkinlərin homoloji sırasının 3-cü nümayəndəsidir. O hasıdır. Deməli, N2-dən başlayır. 2, 3, 4. Deməli, C4H6-dır. Alkinlərin 3-cü nümayəndəsi. Bir-birindən 2 metilen qrupu. 2 metilen qrupu nədir bilsəm? Yəni 2 dənə CH2 çoxalt bunu. 2 CH2 çoxaldanda bu C6H10'dur. Təzədən 2 dənə CH2 çoxaldanda C8H14'dür. Yenə çoxalt 2 dənə CH2. C10H18'dir elə. Yaxşı. Polyar rabitə nədir bilsizmi? Polyar rabitə hidrogen sayıdır. Y, Z tədəksir 10 dənə, 14 dənə, 18 dənə. Cavab B. Sonra 128'də. 128'də. Nə deyir? Alifatik karbohidrogendir. Molekulunda sp2s. Bax. CH4 əvvəla 2 cür açıla bilər. 1. Alkadiyen kimi. Gördün? Bir də alkin kimi açıla bilər. Görsən? Çünki CH4 2 sinifə mənsubdur. sp2s. sp2, sp2. Buna baxma, bu sp-dir. Buna baxma, bu sp3'dür. Bunlar da sp-dir. Yəni sp2s bunda var, özdə 4 dənədir. Çünki ikisi buradadır, ikisi burada. sp2s odur ki, sp2 karbona birləşən hidrogen. Bu 4 dənədir. Bunda isə 0 dənədir. Minimum 0'dır. Çünki burada sp2 karbon yoxdur. Maksimum da 4. C variantıdır da 128'də. 129'da. Hansı alkinlər NH3 iştirakı ilə natriumla reaksiyaya girir? Bir kəlmə deyəcəm, cavabları seç. O alkinlər əvəz etməyə girir ki, 3 qat rabitənin birləşdiyi karbon yanında hidrogen olsun. 1, bir də 4. 3 qatın birləşdiyi karbon yanında hidrogen olanlar 1, 4. Heksin 2'nin izomerlərini müəyyən edin. Heksin 2. Heksin nədir? 6'dır. C6H10'dur da. İndi hası cavablarda C6H10 varsa onları cavablardır deməli. Deməli, birinci yığıram. O da C6H10'dur. İkinci də bu alkin daha diqqətli ol. Penten. Metil penten. O C6H12'dir. Üçüncü pentadiyendir. Bu alkadiyendir. C5H10'dur. Yox, C5H8 düzdür istəyirəm. Aha. Heksadiyen C6H10'dur. Heksin də alkindir. Yenə C6H10'dur. Elə. İndi bu nizomerləri 1, 4, 5. Bəli. Heksin 2'ni yaz. C6H10. Oradakilərin də hamısının formunu yaz. Görəcəksən də hasılarla emerləri eynidir, amma quruluşları fərqli olacaq. Cavab çıxdı. Hansı reaksiyalar doğru deyil? Birinci düzdür, Kucherov reaksiyası. İkinci düzdür, pini qırıb hidrogeni bir tərəfə, OH-ı bir tərəfə birləşib. Markovnikov düzdür, tətbiq olunmur, çünki hidrogenlər eynidir. Amma alkenlər su ilə girəndə spirt alınır. 3 səhvdir. Əgər 2 düzdürsə, 3 avtomatik səhv düşər.
4-də. Bax, indi orada su gəlibsən elə. Pini qır. Bax, elə bil belə eləyim də. Bax. Bunun üstə su gəlməyibsən. Su nədən ibarətdir? H-OH-dan. Pi qırılacaq. Hidrogen çoxa, OH da buraya. 4 düzdür də. Onda 5 avtomatik səhvdir. Səhv istəmir. 3-5 döyüm. Cavab 3-5. Hansı radikalların birləşməsindən əmələ gələn maddələr gümüş bir oksidin amoniakda məhlulundan reaksiyaya girir? Bax, C ilə A-nı qoşuram. Birinci. CaH-nı. Ca. CH 3 qat C, CH3. Sonra ikincidə C ilə B-ni qoş. C ilə B-ni. CH 3 qat C, H. Bu alındı. Üçüncüdə C ilə D-ni. CH 3 qat C, C2H5. D-ni qoş görüm. D-da nə? Yox. 4-də nə yazıb? 4-də anan D. 4-də anan D. A, D. CH3, C2H5. Bir kəlmə deyirəm. O maddələr, yəni karbohidrogenlər içərisində o maddələr gümüş bir oksidin amoniakda məhlulundan girir ki, bu alkinlərdə keçilib. O da 3 qatın birləşdiyi karbon yanında hidrogen olsun. Hidrogen var, hidrogen var, hidrogeni var. Bu olmaz. Cavab 1-2-3. Açıq sualda 1-2-3. İndi o biri sualda 133-də nə deyir? 133-də əlbəttə ki, birinci Zelinski reaksiyasıdır. Benzol alınır. Benzolun üstünə C2H4 gələndə hamımız bilirik ki, burada alınır etil benzol. Bundan da hidrogen çıxanda bu da alınır stirol. O da eləyir vinil benzol. Deməli, bax, bu maddə C6H6-dır. Bu maddə nədir? Bu da arendir də. C8H10-dur. Aha, bu nədir bə? C8H8-dir bu da. Karbon kütlə payı. Bəli, üçündə də karbon kütlə payı fərqlidir. Yo. Üzr istəyirəm, o X ilə Z üçün deyir. Hə, bir dəqiqə, xahiş edirəm, bir dənə baxaq. X ilə Z. Hə, problem deyil. X C6H6-dır, Z-im də C8H8-dir. Y istəmirmiş, ha. Mən Y də yazdım. Y çünki C8H10-dur. Hə, gəl baxaq. İndi burada nə deyir? Karbon, bax, bununla karbon kütlə payı eyni olacaq. Çünki indeksləri 1-in 1-ədir. 1 plus. Ümumi formulları. Yox. Bu arendir. Bu CnH2-nin çıx 6-ya tabidir. Bu stiroldur. Stirol CnH2-nin çıx 8-ə tabidir. Öyrətmişdim. Stirol aren dök, amma aromatik karbohidrogendir. 2 səhv. Bromlu su rəngsizləşdirir. Xeyr, arenlər bromlu su rəngsizləşdirmir, amma stirol rəngsizləşdirir. Karbon atomlarının hibrid vəziyyət. 8-i də sp2-dir, 6-sı da sp2-dir. Bəli, 4 düzdür. Hər ikisində bütün karbonlar sp2-dir özünə. Polimerləşməyə. Arenlər polimerləşmir, amma stirol polimerləşir. Aromatik karbohidrogendir. Bəli, ikisi də aromatik karbohidrogendir, amma stirol aren dök. Onda cavab 1-4-6. Cavabımız 1-4-6. Keçirəm digər sualımıza. Molekulunda bir asimetrik karbon atomu olan minimal sayda karbon olan alkin üçün hansı ifadə doğrudur? Aromatik karbohidrogen asimetrik karbon nədir? 4 qolu fərqli olan. Bax, bir karbon yazdım. İndi 4 qolunda fərqli eləyəcəm. Özdə deyir alkindir. Alkindirsə, nağdı bir qolunda bu durmalıdır. Bir qolu belə olmalıdır. Sonra, karbonun sayı minimal olsun deyirsə, birini hidrogen yazıram. Karbon sayı minimal olsun deyirsə, onda ən balaca radikallardan istifadə eləyirəm. Hazır. Bax, bu karbon asimetrikdir. Oldu mu? Deyir birinci karbon dərəcəsi. Bax, birinci karbon budur. Niyə? Çünki nömrələyəndə 3 qat tərəfdən nömrələyirikdə, indi onun dərəcəsi -1-dir. Bir səhv. Üçüncü karbon atomu üçlüdür. Bax, bu karbon. Üçüncü karbon budur. Bəli, o üçlüdür. Niyə? Çünki 3 dənə karbona birləşib. Molekulunda 16 ədəd sp3 var. Bunlar sp-dir. 1, 2, 3, 4. 4 dənə sp3 var. Bir sp3-də 4 hibrit var. 4-4-ə vuranda 16. 3 doğrudur, düz deyir. Molekulunda 3 ədəd birli karbon var. Budur. Bəli, həqiqətən də 3 dənə birlisi var. Beynəlxalq adı 4 etil. Xeyr. 1, 2, 3, 4, 5. 3 metil pentin 1-dir. Səhvdir. 5 səhvdir. Əvəz etmə reaksiyasına daxil olmur. Səhvdir. Niyə? O alkinlər əvəz etməyə girir ki, 3 qat rabitənin birləşdiyi karbon yanında hidrogen olsun. Burada da 3 qatın birləşdiyi karbon yanında hidrogen var deyə əvəz etməyə girir. Cavab 2, 3, 4. Deməli 135. 135-də nə deyir? Baxaq da, vaxtımıza nə qədər qalıb.
çatdıra bilərəm yəqin. Hə. Deməli metan yazılır CH4. Deməli tam yanması nə alınır? CO2 plus su. Tənli yazdım, əmsallaşdırdım. Bunu 2 mol verib. N mol oksigen, molun altı əmsal. Buradan N eləyir 4. Alkin yananda CNH2 çıx 2 döyük. Bu yananda oksigen qabağına neçə düşürdü? N mol CO2 alınırdı. N çıx 1 mol su. Burada da 3N çıx 1 bölü 2. Deməli, həmən burada oksigen buraya yazılacaq. 3N çıx 1 bölü 2 də bunun əmsaldır. Bunu da 1 mol verib, molun altı əmsal. Neynədim ki? Birincidə oksigen molunu tapdım 4, ikincidə yerinə qoydum. İndi bu da eləyir 3N çıx 1 bərabərdir 8, N eləyir 3. Deməli, bu hansı alkindir? Bu alkindir. 3 dənə karbonu alkin, budur da onsuz da. Bu propindir. Tərkibində 2 karbon sp3'dür, xeyr. Bir dənəsi sp3'dür, bir səhv. Hidratlaşanda aldehid alınır, xeyr. Yeganə alkindir ki, asetilen su ilə girəndə aldehid verir. Yerdə qalanları keton verir, səhv. Bəli, bu maddə qazdır. Qazdırsa 1 molu 22.4 tutur, düzdür. Molekulundayım. 4'ü saxla, o birləri şifahi deyim, gəlim. Bu argentin çoğun amoniakda məhlulundan əvəz etməyə girir. Niyə? Çünki 3 qat rabitənin birləşdiyi karbon yanında hidrogen var. 4'ü saxlamışam, 5 düz. 6'da səmərəli üsulla adı. Bu hissəni işarə eləyirsən. Adı metil asetilendir. Ona görə 6 səhvdir. 6 səhvdir. İndi buraları təmizləyib mən bu alkinim üçün 4-cü ifadəyi çıxardacağam. Deyir ki, sp hibrid. Ümumiyyətlə bunda baxıram ki, 2 dənə karbon sp-dir, bir dənə sp3 var. Yəni, bir sp-də 2 hibrid var, 2 evranda 4. Bir sp3-də də 4 hibrid. Cəmi neçədir hibrid? Hibrid 8-dir. Üstə gəl. Bəs qeyri-hibrid nə qədərdir? Hər hidrogen bir qeyri-hibriddir. 4 hidrogen var. Hər sp-də 2 qeyri-hibrid var. İkisində də eləyir 4. Deməli, 8 hibrid, 8 qeyri-hibrid. Ümumilikdə 16 orbital tapdım. 16'm 100'dürsə, bəs sp neçədən idi? 4 dənə. 4'üm də x. O da eləyir 25%. Yəni, orbitalların ümumi sayı hibridlə qeyri-hibridin cəmi deməkdir. Bunu tapdım ki, 16'dır. Elə? 16'dır. Sp hibriddə 2 dənədir. 2 sp-də 4 hibrid var. 4 16'nın 25%'dır. Ona görə cavab nədir? 2, 3, yox, 3, 4, 5. Aydın oldu da nə? 3, 4, 5. Digər sual nə deyir? Digər sualda deyir ki, alkindir, 2 dənə alkindir. Bax, özü gör nə yazıb oraya, diqqətlə bax. Deyir 2 dənə alkindir, emerləri deyir eynidir. Yəni, onda eyni alkindir, izomerdirlər də. H-xlorla reaksiya girəndə cis-trans izomerli əmələ gətirməsi. Baxın, və yazıb ki, Y-in molekulunda karbon atomunun sayı minimumdursa. Baxın, ən balaca alkin budur, mən bununla işləyənmərəm. Niyə? Çünki bunun alkin deyə bir izomeri yoxdur. Sonra bunu yazsam, bunun da izomeri yoxdur. Başa düşdünüz? Düzdür, alkadiyen izomeri var. Amma bu alkindən danışır. Yəni, mən bu alkini özünü başqa cür yazanmaram. Amma karbonun sayı ən az olan, izomeri olan alkin budur. Bəli, bu tindir. İndi, məsələn, 3 qatı ortaya yazsam, artıq gördün, bunlar bir-birinin izomeridir. İndi deyir ki, H-xlorla reaksiya girəndə, bax, bunun H-xlor gələndə 1 mol gəlibsə, Markovnikovla gedir, hidrogen çoxa birləşəcək, xlor isə aza. Alındı bu. Bu birisindən alınır H-xlor gələndə. Burada hidrogenlər onsuz da yoxdur. Elə Markovnikov tətbiq olunmur da, onu demək istəyirəm. Belə bir şey alınacaq. Həqiqətən də, bax buna bax, 2 qat ucdadır deyə, burada cis-trans yoxdur. Deməli, X alkinim budur. Burada isə cis-trans var. Deməli, Y alkinim də budur. Yazıb ki, X, yəni bu, argentin çoğun amoniakda məhlulundan girir. Bəli. Niyə? Çünki 3 qatın birləşdiyi karbon yanında hidrogen var. Bu düzdür. 1 plus. İkincidə Y, mis 1 xloridin amoniakda məhlulundan girənməz. Niyə? Çünki 3 qatın birləşdiyi karbon yanında hidrogen yoxdur. 2 səhvdir. X, Y-də eyni sayda sp3s var. Bax, burada bir dəqiqə hidrogen birini az yazmışam. Bizə dəqiqə. Hə. Bax, burada sp3s-ə bax. 5 dənədir. Niyə? sp3s odur ki, sp3 karbona birləşən hidrogen sayı. O 5 dənədir. Burada neçə dənədir? Burada 3'ü buradadır, 3'ü burada. Bunlar sp-dir, baxma. Burada 2 sp3 var, yanında 6 hidrogen var. Deməli, bunlar eyni olmadı. 3 səhvdir. Yazıb ki, X-Y molekulunda rabitənin yaranmasında eyni sayda S orbitalı. S orbitalı hidrogendir və hər ikisində də 6 dənə hidrogen var da, əlbəttə ki, ortaqdır. Cavab ona görə 136-da nədir? 1-lə 4-dür. Sonra 137-də. Nə deyir 137-də? Deməli, 2 mol etilen. 2 mol etilen, onsuz da belə deyim də, 1 mol etilen, 1 mol brom birləşdirir.
1 molu 1 birləşdirirsə 2-yə 2 birləşdirəcək. 1 mol asetilen 2 pisi var, 2 mol brom birləşdirəcək. 1-i 2 birləşdirirsə 3-ə 6 birləşdirəcək. Ümumilikdə nə qədərdir? 8. Cavab 8. İndi o birisində. Etilen S2H4'dür. 1 mol brom birləşdirir. Dedim axı 1 pisi var. 1'ə 1-dirsə 3'ə 3 birləşdirir. Asetilen S2H2'dir. 2 pisi var, 2 mol brom birləşdirir. 1'ə 2 birləşdirirsə orada 2 mol verib 2'yə 4 olacaq. 3 ilə də 4'ün cəmi 7. 7 mol brom birləşdirəcəklər. Onda 7'yi də vurarsan 160'a. O da eləyər nə? 1120. Sonra o birisində 139'da asetilen S2H2'dir. 2 pi rabitəsi var deyə maksimum 2 mol brom birləşdirir. 11.2 litr. Litrin altında əmsal vururum ki 10.4. Neçə qram? X. Bu da 4 vur 80. Bu da eləyir 160. Sonra keçirik o birisinə. 140'a baxıram. Propan S3H8. Propen. Propin. Aha. Mənə deyir ki, bunlar eyni mol sayda götürülüb və bunları tam doymuş hala gətirmək üçün 60 litr hidrogen sərf olunub. Baxın, bunu tam doymuş hala gətirmək üçün 1 mol aşki lazımdır. Buna isə nə qədər lazımdır? Qulaq asın. 2 mol aşki lazımdır. Bu da eləyir C3H8. Birinci hidrogenlə getmir çünki doymuş maddədir. İndi bunun ikisinə bir yerdə 60 litrdir. Onda birini x yaz, birinə 2x yaz. Çünki biri o birindən 2 dəfə çoxdur. 3x bərabərdir 60'a, x neçə eləyir? 20. Deməli buna 20 litr lazımdır, buna 40 litr lazımdır. Elə? Onda bu 1'ə 1'dirsə 20'yə 20 eləyir. Bu 20'dirsə onda bunlar da 20'dir. Hamısı 20 eləyir. Və bu qarışığın ümumi həzmi nə qədərdir? 60'dır da. Çünki bax, yenə deyirəm. Bax, görsən, bax, bunları belə ayırsam, buna x yazsan, bu eləyir 20. Buna 40'dır, aşağısına 2 vururum ki 10.4. Y, bu da 22.4. Bunlar getdi. Bu da 20 eləyir. Görsən, bu 20'dir, bu 20'dir, onda bu da 20'dir. Çünki hamısını eyni götür demişdim. Sonra 141. 141'də nə deyir? Asetilen belə yazılır. Üstə su gələndə Kocherov'dur. Bilirsiniz ki, sirke aldeydi alınır. 11.2 litr asetilen, əmsal vururum ki 10.4. Neçə qram sirke aldeydi? X, bu da 44. Bunu bayaq yazmışdım mən. Bu eləyir 22. Məhsulu tapdım. İndi aldığımı verilən faizə vurub 100'ə böləcəm. O da eləyir 11. 5 ardıcıl qaydanla məsələni həll elə. Ondan sonra da cavabını al da. İndi mən 42 izah eləyirəm. 43 sərbəst yazacaqsınız. Ona görə fikriniz məndə olsun ha. Yaxşı. Bax, asetilenin katalitik hidrogenləşməsi. Qrafikdən nə görürəm? Hidrogen 6'dan 2'yə düşür. Nə qədər hidrogen sərf olunub? 4 mol H2. Asetilen 2'dən 0'a düşür. Nə qədər asetilenlə girib? 2 molla. Onda bunlar ixtisar geçsə, deməli 1 mol asetilen 2 mol H2 ilə aparacaq. Gördünüzmü deyirəm? Bəli. Bax, mən yenə deyirəm. Məsələn, mən birbaşa yazsaydım ki, S2H2 üstə gəl 2 mol H2. Dərdiniz ki, ay müəllimə, nə bildiniz ki, burada tam hidrogenləşdirmək lazımdır da? Bunu hardan bildiniz? Tamam, razıyam. Nə bildim də? Mən onu qrafikdən baxdım da. Görmürsünüz, qrafikdə 2 mol asetilen 4 mol hidrogen sərf eləyib. Onda 1 mol asetilen 2 mol H2 ilə girəcək. Yaxşı, bu yazıldı. İndi deyir ki, reaksiyadan sonra alınan qaz qarışığı. Reaksiyadan sonra alınan qaz qarışığı deyəndə nə başa düşürsünüz? Alınan qaz bir də girəndən artıq varsa. İndi gedək alınanı tapaq. Qrafikdən görürəm ki, 4 mol H2, 6'dan 2'yi çıxdım da, 4 mol. Asetilendə 2 mol sərf olunur. Onda gəlin görək alınan qazımız nə qədərdir? 1, 2, 1. Molun altı əmsal yazıldı. Belə olanda məhsulu hasılla tapırlar, az olanla. Azı necə tapırlar? Yuxarına aşağıya bölüb müqayisə eləyirlər. Bunun ikisi də eyni şeydir, fərq eləmir. Buradan eləyir x2. Deməli 2 mol S2H6 aldım. Deməli indi hasından nə qədər artıq qalar? Şifahi də yaza bilərik. İndi həllinlə göstərirəm lap. Mən S2H6'yı 2 mol aldım. Onda buna bir A yazıram, buna bir B. A neçə eləyir? A eləyir 2. B neçə eləyir? B eləyir 4. Bax 2 idi, ikisi də xərcləndi. Yoxdur. Bundan artıq yoxdur. Bir dəqiqə. Becə dəqiqə. Hə də yoxdur, düzdür də. A eləyir 2. Elə buradan B elədi 4. Əla. İndi qulaq asın. Yaxşı. İndi mən artıq gördüm ki,
Mənim əlimdə 2 mol SH6 var. Alınan. Düzmü deyirəm? Butada almışam. Reaksiyadan sonra qaz qarışığı deyəndə alınan nəzərdə tutulur. Bir də girəndən artıq varsa. Alınanı gördüm. 2 mol SH6 almışam. Uşaqlar, bundan qalmayıb. Zaten heç artığı tapıya da bilərdim. Əslində niyə bunu tapdım heç mən? Bu ehtiyac yox idi. Nə mənada ehtiyac yox idi? Çünki mən SH6-mı tapmışam 2 mol. Mən artıq üçün qrafika baxmalıydım. Heç mənim onu yazmağa ehtiyacım belə yox idi. Mən qrafikdə zaten görürəm ki, SH2 təmiz sərf olunub, sıfıra düşür. Amma hidrogendən 6 tökübsən, ikisi artıq qalır. Deməli, mənim əlimdə 2 mol SH6, 2 mol da H2 var. Elə reaksiyadan sonra qaz qarışığımı tapdım. Alınan, bir də girəndən artıq varsa. Tapmışam. İndi qaz qarışığının nəyə görəsə nisbi sıxlığını tap deyəndə əvvəlcə onun nəyə tapılır? M ortası. Getdik. 2 vur 30, üstə gələk 2 vur 2. Bölək 2 üstə gəl 2. Bu nə qədər eləyir? 64 4-ə bölündə 16. Hidrogenə görə nisbi sıxlıq düsturunu belə keçməmişəmmi? 16-yı da 2-yə böləcəm 8. Aydın oldu mu? 143-ü sərbəst yazarsın. 143 də eynisidir. Zaten artıq qrafikdən görsənir. Hidrogendən artıq qalıb 1 qədər, 1 mol qalıb. Alınanı taparsan, artığı da görürsən, onun M ortasını tapıb, sonra da hidrogenə görə sıxlığını taparsan. Keçirəm o biri suala. Propan. Propan C3H8-dir. Propen C3H6-dır. Asetilin C2H2-dir. Deməli, bunların üçü bir yerdə 4 moldur. Bu qarışığa argentin 2-10 amoniakda məhlulu. Bizə də nə bu gedəcək? Bilirik də bunu. Niyə? Çünki demişəm ki, alkinlər əvəz etmə reaksiyasına girir. Argentin 2-10 amoniakda məhluluna. O alkinlər gedir ki, 3 qat rabitəndə birləşdiyi karbon yanında hidrogen olsun. Həmən hidrogenləri gümüşlə əvəz elədim. Və buradan da nə çıxır? Su. H2O. Aha, əmsala ehtiyac yoxdur, baxa bilərsiniz. Bax, bu çöküntüdür. Burada asetilenid aldı. Alınan maddələr asetilenidlərdir. Bax, çöküntü olan budur, bax bu. Yaxşı. Mənə deyir 1.6 mol. Bax, bunun üçü bir yerdə, diqqətli ol, 4 moldur. Laf gözəl. Argentin 2-10 amoniakda məhlulundan gələndə 1.6 mol çöküntü alındı. 1.6 mol yazdım buraya, molunaqda əmsal. Fırsatdır da, asetilenid tap. Neçə eləyir bu? 1.6, əla. 4-ün 1.6-sı asetilenid. Qaz qarışığının qalan hissəsi onsuz da bulardır. Aha. Deyir, bunun üzərinə 1.8 mol hidrogen gəl. Hidrogen bununla gedəcək. Çünki bu alkandı, doymuşdu. Doymuşlar özünə hidrogen birləşdirmir. Bu olur C3H8. İndi bunu verib 1.8. Molun altda əmsal yazdım. Bu da 1. Buna Y yazıram. Y eləyir 1.8. Bu da 1.8'dir. Deməli, belə tapdım ki, qarışıq 4 idi. 4-ün 1.6-sı asetileni idi. 1.8-i propeni idi. Bəs yerdə nə qədər qalır? 0.6-sı da deməli C3H8 imiş. Məsələ hazırdır. Məndən propanın molunu istəyir. Onu da tapdım ki 0.6 imiş. Çox qəşəng, maraqlı, amma asan sualdır da yəni. Sadəcə nəyə bilmək lazım idi? Tənlikləri. Sonra da 5 ardıcıl qaydanan onu icra elədim. Deməli 145-də 1, 2, 3. Disiklopropanın izomeridir. O alkenlərlə izomeridir. Ona görə A variantı burada heç asına getməz. O alkenlə izomeridir. Hidratlaşanda sirkə aldehidi alınır. O asetilenə mənsubdur da, Kucherov reaksiyası bilirsiniz. Elə B variantı buraya. Natriumdan əvəz etmə reaksiyasına daxil olmur. C buraya, çünki 3 qatın yanında hidrogen olmamalıdır. Sənayedə kalsium karbidin üstə su gəlirlər. Bəli, o asetilendir də. Kalsium karbidin üstə su gələndə kalsium OH2 üstə gəl C2H2 alınır. Molekulunda 4 qeyri-polyar var. 4 qeyri-polyar CC arasındadır. O da birinciyə baxın. CC arasında 4 dənədir bax. 1-ə Y, 2-yə B, D, 3-ə C. O birisi sualda nə deyir? O birisi sualda deyir ki, reaksiyadır. Yenə reaksiyalar gəldi. Birinci qruplar 20 dənə sualınız imtahanda şifahi suallar, yəni reaksiya tipli suallardır ha. 8, 9, 10, bax belə suallarda məsələ olur. Bu qədər sayda ən azı 20 dənə şifahi, yəni reaksiya tipli suallarımız olur bizdə. Nəysə, deməli butanı yazıram. 1-2 dixlor. Bunun üzərinə əsasın suda məhlulunu. Suda olanda spirt alınır. Neçə xlor var götürüb yerinə? Neçə xlor var götürüb yerinə OH qoyursan. Bunun adı nədir? Bunun adı 1, 2, 3, 4. Butandiol 1, 2. Deməli bu Y variantıdır. Sonra
Bunun üzərinə nə gələcək? Kalium OH-ın spirtə. Bax, bu maddənin üstünə kalium OH-ın spirtə məhlulunu gələndə tərkibində 2 halogen olan alkanın üzərinə əsasın spirtə məhlulunu gələndə alkin alınır dedim. Bax, orada bu alınacaq. Bunun adı butin 1'dir. 1, 2, 3, 4. Adı butin 1'dir. Butin 1. Aha. Butin 1 harda? D variantında. Z nədir? İndi bunun üstünə sink gəlir. Üzərinə sink gələndə demişəm tərkibində 2 halogen olan alkanın üzərinə metal gələndə halogenlər aralı olanda sikloalkan, yanaşı olanda isə alken alınır. Xlorları sink aparacaq, orada alken alınacaq. 1, 2, 3, 4. 2 qat tərəfdən nömrələdim. Butin 1'dir bu da. Hə, yox, beynəlxalq adını verməyib. Problem yoxdur. Onda səmərəli adına baxaqmı? Etilen hissəni işarələdim. Etil, etilen. C variantı. 1'ə bizə dəqiqə. Bu neçənin sualdır? Nömrəsindən deyim, 146. 1'ə nə oldu? Səhv yazdım. Bir dəqiqə, elə bil bunları səhv seçdim. Bir dəqiqə. Birincidə Y variantı idi də. Birincidə Y'dir də. Çünki X var o X. Bu birincidə verilib. Onun adı butandiol 1-2 oldu. Onu yazdım. İkincidən aldım. İkincidə yəni Y-dən almışam. Butin 1 almışam. B variantıdır. Butin 1. Cavab 2-də D variantı. Üçüncüdə də etil etilen. Yəni C variantıdır. Hə. Variantlarını səhv yerə yazdım. Səhv yoğunlaşdırdım. Hə. Uşaqlar, bu birisini də özünüz yazın. Sadəcə yerlərini dəyişibdir. Gördünüz. Aha, indi o birisində. O birisində ən gözəli, biz siz neyniyək bunları? Bax. Tamam, 1, 2, 3 yazaq, bu heç. Amma A. Propin. Yəni, bunları açıq yazsaq, ancaq uyğunlaşdıra bilərik. Butin 1. Yəni, rahat olar da. Gözümüzün qabağında olar hamısı. Butin 1. C variantı. Azetilen. D variantı. Butin 2. Y variantı propen. Gəlin belə eləyək. Deməli, bunlardan indi sual verirəm. Deyir, birinci elə bir maddədir ki, natriumun amoniakda məhlulundan getmir, amma vəziyyət izomeri var. Vəziyyət izomeri var. Bu budur. Bax bu. Bu əvəz etməyə getməyəcək. Natriumun amoniakda məhlulundan getməyəcək. Niyə? Çünki o alkinlər əvəz etməyə girir ki, 3 qatın birləşdiyi karbon yanında hidrogen olsun. Bu əvəz etməyə girməyəcək. Vəziyyət izomeri var. Bilirsiniz nətər? Məsələn, bax, vəziyyət izomeri bununla yaradacaq. Bax, 3 qatın yerini dəyişəcəm, vəziyyət izomeri. Butin 1-lə vəziyyət izomeri yaradacaq. Ona görə 1'ə D. İkincidə, natriumun amoniakda məhlulundan gedir, amma vəziyyət izomeri yoxdur. Bax, o budur, bax. Budur. Elə? Bax, bir də budur. Niyə? Niyə A-nan C-dir? Çünki hər ikisində 3 qatın birləşdiyi karbon yanında hidrogen var. Əvəz etməyə gedəcək natriumdan. Amma vəziyyət izomerləri yoxdur. Niyə? Çünki mən onun 3 qatının yerini dəyişməyə yerim yoxdur. Bunun mən 3 qatını hara dəyişim? Bunun 3 qatını hara dəyişim? Bu tərəfə yazanda eyni şey alınır da. Nə fərqi var? Ona görə AC. Üçüncüdə, natriumun amoniakda məhlulundan reaksiya girir. Həm də vəziyyət izomeri var. O budur, bax, B variantı. Niyə? Bax, B-yə bax, bir dəqiqə. Burada 3 qat rabitənin birləşdiyi karbon yanında hidrogen var deyə əvəz etməyə girir. Mən 3 qatın yerini məsələn ortaya keçirsəm, onda da vəziyyət izomeri yaranacaq. B variantı. 1'ə D, 2'yə AC, 3'ə B. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti testimizin izahında görüşənədək. Sağ olun.